Molekulunda A üstəgələk S cəmi T üstəgələk G cəminə say nisbəti neçə olacaqdır? Deməli, biz bir qayda bilirik. DNT molekulu 2 zəncirlidir. Molekul olaraq deyir bizə DNT molekulu. Və burada bilirik ki, adenin azot əsası daşıyan nukleotidin sayı timinə bərabər olurdu. A bölək T bərabərdir 1 olur sayı və guanin azot əsası daşıyan nukleotidin sayı sitozinə bərabər olur. G bölək S də 1-ə bərabər olurdu. Bizdən nəyi soruşurdu? A ilə S-in cəmi, T ilə G-in cəmini say nisbəti necə olacaqdır? Belə bir qayda demişdik həm də. A üstəgələk G bölünsün T üstəgələk S-ə də bərabərdir. Yəni saylar həmişə bir-birinə bərabərdir. A nə qədər olsa, A-nın komplementarı T olacaqdır. G nə qədər olsa, G-nin komplementarı S, sitozin azot əsası daşıyan nukleot olacaq. Yəni bir-birinə bərabərdir. Onun üçün də A T-yə bərabərdir say olaraq, S də G-yə bərabər olacaqdır. Nisbəti deyirsə əgər, 1-1-ə nisbətində bunların sayı olacaqdır.